Aylıq ulduz falı şərhlərinə baxarkən bəzi bürclər xoşbəxtliyə, həyəcana və maraqlara, bəziləri isə daha fərdi və ya ümumi layihələrə yönəlir. Ulduzlar xəbər verir, may ayının ikinci yarısında bu üç bürc üçün talih planlarını dəyişir. Səbirli olanlar mükafatını, sevgidə itirənlər isə əsl ruh yoldaşını tapacaq. Maliyyə, sevgi və karyera sahəsində inanılmaz dönüş gözlənilir. Əqrəb, ulduzlar sənin tərəfindədir. Uzun zamandır gözlədiyin xəbər gəlir. Maliyyə cəhətdən gözlənilməz qapılar açılacaq. Buğa, pul axını, yeni imkanlar və gözlənilməz bir romantik tanışlıq yaxınlaşır. Oxatan, xariclə bağlı planların gerçəkləşir. Sənə qarşı olan gözəl bir etiraf isə sənin üçün sürpriz olacaq. Bu dövrü yaxşı dəyərləndirərək həyatınızda müsbət dəyişikliklərə imza ata bilərsiniz. Çalışın fürsətləri əldən verməyəsiniz. Leyla Səməndər, Yeni Azərbaycan TV.